xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə şagirdlərimdən birinin mənə ünvanladığı belə bir düsturun isbatını paylaşacağım. Çevrədə AC və BD vətərləri bir-birinə perpendikulardırsa, AKA, bura B olsun, C olsun, D olsun, A kvadratı üzərinə gəl B kvadratı, üzərinə gəl C kvadratı, üzərinə gəl D kvadratı bərabərdir 4R kvadratı. Baxın, çevrənin mərkəzindən gəlin. AC-yə belə bir perpendikular. Eyni zamanda BD-yə belə bir perpendikular endirək. Bilirik ki, vətərin orta perpendikuları çevrənin mərkəzindən keçir. Bura deyək, O-dur, M-də, bu da N olsun. Yəni, OM AC-yə perpendikulardır. Onda belə çıxır ki, AM-lə MC bərabərdir. O da A üstə gəl B bölü 2-dir. Axı, vətərin uzunluğu, AC-nin uzunluğu A üstə gəl B-dir. Eyni qaydada ON BD-yə perpendikulardır. Onda alınır ki, BK, BN bərabərdir. ND, bu da bərabərdir. C ilə D-nin cəminin yarısı. Çünki BD bərabərdir. C üstə gəl D. N nöqtəsində də BD yarıya bölünəcəkdir. Diqqət yetirsəz, M, O ilə həmin bu K, N bir-birinə bərabər deyilmi? M, O, bu K, N-ə bərabərdir. Eyni zamanda K, M, bu bərabərdir N, O-ya. Bəs onların uzunluğunu necə taparam? Parçanın ölçülməsi aksiyonuna görə, demək, bütün bura kimin, baxın, ND-nin uzunluğunu harada göstərmişik? ND-nin uzunluğu C üstə gəl D bölü 2 deyilmi? DK-dan çıxmalıyam DN-i. Bu da bərabərdir. D-dən çıxanda C üstə gəl D bölü 2-ni. Bu eləyir D çıxılsın C bölü 2. Eyni qaydada KM-lə NO. KM, NO. İkisi də bərabərdir. CK-dan çıxmalıyam MC-ni. CK-nın uzunluğu B-dir. MC-nin uzunluğu A üstə gəl B bölü 2-dir. Bu da bərabərdir. B çıxılsın A bölü 2. Əsas hissələri tapdıq. Mənə burada nə lazım idi? M onun uzunluğu. Digərini heç tapmasaq da olardı. Nəyə görə onu deyirəm? Biz bir hissədən də, buradan da indi göstərəcəm, ispat eləyə bilərik. Aşağıdan da ona görə B çıxılsın A bölü 2-ni yazdım bura. Bax, istəyirsiniz ispat eləyin, ştrixlədiyim bu üç bucaqdan. Burada mənə MO lazımdır. Yəni, D çıxılsın C bölü 2. İstəyirsiniz də ispat edin. Baxın, buradan. Burada da mənə NO lazımdır. Yəni, NO'nun uzunluğu, baxın, burada yazmışıq. İkisindən də gedə bilərsiniz, fərq eləmir. Amma mən birini götürüb istifadə edəcəm ki, zaten bu MOC üçbucağından artıq istədiyimiz alınacaqdır. Gəlin, MO'nun uzunluğun, mən burada markerlə daha doğrusu belə göstərim ki, biləsiniz tam dəqiq. Deməli, mənə bir lazımdır. Baxın, bu MO ki, MO'nu burada göstərmişik. Baxın, bu. Bir də mənə lazımdır MC. Yəni, MC-ni də tapaq. MC. Baxın, bu. Bir də mənə lazımdır bu. Çünki həmin bu MOC üçbucağında, üçbucaq MOC-də Pifagor teoremini tətbiq eləyəcəm. OC də radiusdur. Pifagora görə MC-nin kvadratı, üzərinə gəl M-onun kvadratı, bu bərabərdir R kvadratı. MC-nin uzunluğu A üstə gəl B bölü 2-dir. M-onun kvadratı D çıxılsın C bölü 2-dir. Kvadratı bərabərdir R kvadratı. Normal gəlin açaq bunu. A kvadratı üzərinə gəl 2AB, üzərinə gəl B kvadratı böl 4, üzərinə gəl D kvadratı çıxılsın 2DC plus C kvadratı böl 4 bərabərdir R kvadratı. Gəlin bunu kəsirdən azad etmək üçün də hər birini R-ə vuraq, 4-ə vuraq. Onda olur A kvadratı üzərinə gəl 2AB plus B kvadratı üzərinə gəl D kvadratı çıx 2DC plus C kvadratı bərabərdir 4R kvadrat. İndi gəldik kəsişən vətərlərin xassəsinə. Sizcə, kəsişən vətərlərə görə A vur B bərabər deyilmi elə C vur D? Çünki AK ilə, baxın, AK vur KC bərabər deyil.
BK vurulsun KD-yə. Yəni A vur B, C vur D-yə bərabərdir. Əgər A vur B, C vur D-yə bərabərdirsə, onda bu ikisi islah olunurmu? Geriyə nə qalır? A kvadratı üzərinə gəl B kvadratı, üzərinə gəl D kvadratı, üzərinə gəl C kvadratı bərabərdir 4R kvadratı. Bu da bizim başdan dediyimiz o isbat. Ümidvaram ki, yadınızda qalar. Və buna əsaslanaraq da ikinci bir isbatı demək istəyirəm sizə. Bu da bizim ikinci isbatımız. Baxın, əgər A-dır, B-dir, C-dir, D-dirsə, belə bir dördbucaqlının diagonalları qarşılıqlı perpendikulardır, xaricinə çevrə çəkilibdir. Onda A kvadratı üzərinə gəl, B kvadratı üzərinə gəl, C kvadratı üzərinə gəl, D kvadratı. Bu dəfə 8R kvadratdır. Niyəsə? Baxın, bir işləyirəm belə bir düzbucaqlı üçbucaq üzərində. Necə işləyəcəm buna? Baxın, bura olsun M, bura olsun Y, bura olsun K, bura olsun F. Az öncə biz dedik ki, düzdür, mən orada ABC'də bu MK, YF olan hissələri adlandırmışdım. Ona görə yazacağım. K kvadratı üzərinə gəl, M kvadratı üzərinə gəl, Y kvadratı üzərinə gəl, F kvadratı. Biz dedik 4R kvadrat. Amma indi deyirəm ki, ətrafının, yəni tərəflərinin kvadratları cəmi 8R kvadratdır. Birinci bu mavi üçbucaqdan yazaram Pifagora görə M kvadratı plus Y kvadratı bərabərdir B kvadratına. Sonra gedərəm bu açıq düzbucaqlı üçbucaqdan bura K demişik. Yəni bunu yazaq bura, bura K demişik. Demək, yazaram həmin bu üçbucaqda K kvadratı üzərinə gəl. Bura bir F-i aşağıdan yazaq ki, bura F-dir. F-i buradan yazmışam. Bircə dəqiqə, biraz aşağı sürüşdürək. Tamam. K kvadratı üzərinə gəl. F kvadratı bərabərdir D kvadratıdır. Sonra baxıram, həmin bu, baxın, A üçbucaqdan gedirəm. Pifagoru tətbiq eləyirəm. M kvadratı üzərinə gəl. K kvadratı bərabərdir A kvadratı və nəhayət həmin bu, fərqli rənglə göstərək, qırmızı üçbucaqdan gedirəm. Pifagoru tətbiq edirəm. F kvadratı plus Y kvadratı bərabərdir C kvadratı. Gəlin bunları tərəf-tərəfə toplayaq. M kvadratından biri burada, baxın, biri burada. 2M kvadratı üzərinə gəl. Y kvadratından biri buradadır, biri buradadır. Plus 2Y kvadratı üzərinə gəl. Demək, K kvadratından 2'dir, plus 2K kvadratı. Bir də plus F kvadratından da 2'dir, plus olsun 2F kvadratı. Bərabərdir A kvadratı plus B kvadratı plus C kvadratı. Üzərinə gəl D kvadratı. Bu 2'ni çıxarsaq burada mötərizə xaricinə geriyə qalır. M kvadratı, Y kvadratı, K kvadratı. Üzərinə gəl F kvadratı. Bərabər A kvadratı, B kvadratı, C kvadratı. Üzərinə gəl D kvadratı. Bu ifadənin yerinə az öncə ispat etdiyimiz 4R kvadratını yazsaq, onda alınır. A kvadratı üzərinə gəl B kvadratı, üzərinə gəl C kvadratı, üzərinə gəl D kvadratı bərabərdir 8R kvadratı. Bu da bizim başdan dediyimiz həmin o isbat. Ümidvaram ki, sizin üçün faydalı oldu. Hələlik bu qədər. Gəlin videolarda görüşərik. Sağ olun.